Maşın sahibi iddia edir ki, bazarda belə bir 07 yoxdur. Tofaş nə eləmək istəyir? Qaz vermə, qaz vermə. Bizə nə verəcək? Bazara səs-küylü Tofaş girdi dostlar. Amma onun da yanında bir dənə qəşəng Peçat 07 var. Onu siz görməlisiniz dostlar. Bu Peçat 07'nin qiyməti bugün nə olacaq? 2010-cu ildir, tam ideal vəziyyətdədir, qırıq-qudar yoxdur. Deyirsiniz ki, Vazdan anlayışı olan gəlsin, 2010'un 07'sinə baxsın, maşının dəyişən detalı varsa deyirik. Sokullu dəyişən. Hansı tərəf? Sol. Sol tərəf. Bəli. Xeyirli olsun, qapısını açdıq Vazın. Belə bir vəziyyətdə sahibi bazara çıxardıb, piştin üzərində belə bir örtük. Bəli. Sonuncu işlər nə olub? Zavod salon. Bəli. Sonuncu işlər nə olub? Maşının rəngi də gözəldir. Bəli. 4 dənə salafan təkər vurulub. Çox ideal vəziyyətdədir. Motor, karovka ideal. Bəli, bu Vazlar bugün baxırıq görürük, alıcılarımız üçün daha çox maraqlıdır. Çünki Vaz elə bir maşındır ki, bunu yalnız həyatına qatan bilər. Baba, Tofaş nə eləmək istəyir? Qaz vermə. Zavanmalı. Bu Peçat 07'nin qiyməti bugün nə olacaq? 7500 manat. 7500 say gəl, götür apar. Əməlli başlı, yəni kişinin oğlu çağırış eləyir. Mən kötü deyilim, çevrəm kötü. Allah sabır versin deyirik dostlar. Vaz istəyənlər, baxın, əgər bəyəndinizsə maşın sahibinə birbaşa əlaqə saxlayın. 050 879 7936. Nömrəni qeyd elədi sahibi, üzərində təkərlər təzə. Real alıcı ilə xeyirləşmək olar. Çiçək kimi, yəni 07 təklif eləyirəm deyir sizə. Bəli. Gəl ay müştəri, çox axtarma günün altında. Yorularsan. Maşınlarda baxmaq olar. Maşına Cəllabadda. Cəllabada gəlməlidir alıcı. Ola bilər, indi qapı qonşunuz da ola bilər, bu vazı bəyənər. Əsas da maşının rəngi super alışır, yanır. Bəyəndinsə mütləq şərhlərdə yaz. Necə bir vaz təklif elədik bugün sənə?